Salam dostlar, qasıq yırtığı ilə bağlı həmişə suallar verirsiniz ki, qasıq yırtığı əməliyyatı zamanı sertifikat tikirsinizmi? Laparoskopik əməliyyatdan açıq əməliyyatın fərqi nədir? Ümumiyyətlə, bütün yırtıq əməliyyatlarında biz sertifikat istifadə edirik. Sertifikatsız yırtıq əməliyyatı icra etmirik. Həm laparoskopik yöntemdə, həm açıq yöntemdə. Sertifikanın qoyulması gələcəkdə yırtığın əmələ gəlmə ehtimalının minimum endirir və xəstələrdə residivlər, yəni yenidən yırtıq yaranmaq müşahidə olunmur. Videoda gördüyünüz bəy bizə Rusiyadan müraciət edib, orada işləyir, orada yaşayan Azərbaycanlıdır və özündə qasıq yırtığı olduğunu aşkar etdikdən sonra oradakı həkimlərə deyil, bizə öz sağlamlığına etibar etmişdir, buna görə ona təşəkkür edirəm. Və biz də həmin xəstəmizə laparoskopik olaraq 3 dəliklə, təxminən bu qələmin ucu qədər bir dəliklər açmaqla 3 ədəd dəliklə əməliyyatı icra etmişik və əməliyyatdan bir gün sonra xəstə artıq gördüyünüz kimi tam normal formada evinə yola salındı. Salam dostlar, mənim adaşım Ramil bizə Rusiyadan müraciət edib, Rusiyada yaşayan Azərbaycanlıdır. Sağ tərəfli qasıq yırtığına görə dünənləri əməliyyat eləmişik, bu günləri yola salırıq. Çox sağ ol. Bizi seçdiyi üçün çox sağ ol. Oradan bura gəlmirsən, əziyyət çəkmirsən. Allah razı olsun. Çox sağ ol. Sağ olun, siz sağ olun. Demək, xəstəyə laparoskopik üsulla sağ tərəfli qasıq yırtığının ləğvi əməliyyat eləmişik. Dünən əməliyyat etmişik, bu gün evinə gedib. Bir narahatçılığın, dediklərin bir fikirlər varsa buyur söylə. Hamısı qaydasında. Allah canı sağ eləsin. Keçmiş olsun. Çox sağ ol. Sağ olun. Allah razı olsun. Çox sağ olun. Sağ olun. Əgər sizdə və yaxud yaxınlarınızda yırtıq problemi varsa, buyurun videonun altına suallarınızı yazın.